Lobya toxumu cücərərkən əvvəlcə şişir, sonra isə onun qabığı çatlayır. Bu zaman rüşeym kökçüyü torpağın içərisinə doğru uzanır və üzərində əmələ gələn yan köklərin köməyi ilə bitki torpağa daha möhkəm bərkiyir. Müəyyən vaxtdan sonra gövdəcik böyüyür və əyilərək torpağın səthinə çıxır. Gövdəciklə birlikdə isə ləpə yarpaqları da işığa çıxır. Ləpə yarpaqlarının arasındakı tumurcuqlardan əsl yarpaqlar inkişaf edir. Noxud toxumunda da cücərmə lobyada olduğu kimidir. Lakin onun gövdəciyi zəif inkişaf edir və ləpə yarpaqlarını torpağın üzərinə çıxara bilmir. Ümumiyyətlə təkamül prosesində daha qabaqcıl olan bitki qruplarının rüşeymi yaxşı inkişaf edir. Onun hissələrində qida maddələri toplanır. Xüsusi qida toxumaları isə endosperm, yəni reduksiyaya uğrayır və ya tamamilə yox olur.